Siskinli sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Gəlin ilk növbədə onun tələffüz qaydasını yazaq. Xəttimizin gözəlliyi göz önündədir. Siskinli. Tələffüz zamanı iki fərq yarandı. K C-yə çevrildi, L-N-yə çevrildi. Deməli, sözün yazılışı və tələffüz arasında iki fərq var. Samitlərdən yalnız biri fərqli şəkildə tələffüz olunur. A variantı yanlış cavabda, bizdən elə yanlış istəyirdi. Burada K və L samitləri C və N kimi tələffüz olunur. Hərf və səslərin sayı bərabərdir. Bəli, tələffüzündən gördüyümüz kimi hərf və səslərin sayı bərabərdir. Deməli, bu doğrudur. Yazılışı ilə tələffüzü fərqlidir. Bəli, yazılışı ilə tələffüzü fərqlidir. İki fərqli məqam var. 3 cingiltili, 2 kar samit işləmişdir. Bu zamanda sözün tələffüz qaydasına baxırıq. C, N, N samitləri cingiltili, Ç və S samitləri isə kar samitlərdir. Bu da doğru fikirdir. İncə saitlərin ahəngi gözlənilmişdir. Bizdə ahəng qanunu istəyirsə, sözün yazılış qaydasına baxmalıyıq. Bəli, bu doğru fikirdir.